Azərbaycan növbəti nüfuzlu tədbirə ev sahibliyi edəcək. Qəbələdə Türk Dövlətləri Təşkilatının növbəti görüşü, zirvə toplantısı keçiriləcək və artıq xəbərlər də çıxır. Bir-bir Türk liderlərinin Azərbaycana səfər etməsi ilə bağlı məlumatlar yayılır. Yeri gəlmişkən Macarıstanın baş naziri Viktor Orban Azərbaycana səfər edəcək deyə məlumat var və Macarıstan Baş Naziri Mətbuat Xidməti deyir ki, Macarıstan Baş Naziri Viktor Orban 6-7 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci samitində iştirak edəcək. Səfər zamanı Macarıstan Baş Naziri həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar da keçirəcək. Bu haqda danışırıq. Studiyada qonağım isə millət vəkili Cavanşir Feyziyevdir. Cavanşir müəllim, salam, xoş gəlmişsiniz. Xoş gördük. Növbəti bu tədbirə biz ev sahibliyi edirik. Türk liderləri yeni Azərbaycanda toplaşırlar. Sonuncu dəfə bu işğaldan azad olunan ərazilərimizdə baş vermişdi. Məhz bu prosesə toxunmanızı istəyirəm ki, nə qədər önəmlidir mütəmadi olaraq Azərbaycanda bir araya gəlmək. Bəli, Türk bayrağı, məhz bu təşkilatın bayrağı qərbdə də dalğalanıb. Yer gəlmişkən bu ilk idi Macarıstanda, amma daha sonra yenidən Azərbaycanda və Azərbaycan sanki bu təşkilatın biraz daha doğmasıdır. Çünki Azərbaycanda təsis olunub. Bax, bu haqda istərdim ki, danışaq. Çox sağ olun Vəfa xanım. Bu heç də təsadüfi deyil. Ümumiyyətlə, Türk ölkələrinin, Türk xalqlarının birliyi ideyası tarix boyda həmişə Azərbaycandan yayılıb bütün Türk ərazisinə və bunun davamı olaraq Türk Respublikaları Sovet İttifaqında olduğu zaman bu münasibətlər dayandırılmışdı. Bu münasibətlərin baş tutması da mümkün değildi Sovet İttifaqının apardığı siyasete göre. Ama Sovet İttifaqının süqutundan sonra Türk ölkələri yenidən birbirine doğru meyl etmeye başladılar ve bunun ilk başlangıcı 1992 yılda Türkiye Cumhuriyeti'nin o zamanki prezidenti Turgut Özal'ın təşəbbüsüyle Türk dilli ölkələrin dövlət başçılarının zirvə görüşü oldu. Həmin 92-ci ildən başlayan zirvə görüşləri 2009-cu ilə qədər davam etdi. 2009-cu ildə Türk Dövlətləri Əməkdaşlıq Şurası yarandı. Yeri gəlmişkən elə 2009-cu ilin bu ayında Naxçıvanda imzalanmış sazişlə. Və Türk Dövlətlərinin Əməkdaşlıq Şurasının fəaliyyət göstərdiyi müddətdə 11 il ərzində Türk dövlətləri arasında çox saylı sənədlər imzalandı. Onların inteqrasiya proseslərinin ilk addımları atıldı. Və nəhayət Vətən müharibəsindən sonraki bir il sonra 2021-ci ildə Türk dövlətləri, Türk dilli ölkələrin Əməkdaşlıq Şurası Türk dövlətləri təşkilatına çevrildi. Və Türk Dövlətləri Təşkilatı artıq beynəlxalq platformada özünü təsdiq etmiş, Dünya Birliyi tərəfindən qəbul olunan beynəlxalq təşkilatdır. Bu təşkilatda hal-hazırda 8 dövlət təmsil olunur. Onlardan 5-i daimi üzvlər kimi və digərləri müşahidəçi üzvlər kimi. Və sizin qeyd etdiyiniz Macarıstan da keçən il dövlət başçılarının görüşü keçirildi. Macarıstanda Türk Dövlətləri Təşkilatının Avropa ofisi açılıb. Və ona görə Macarıstan da Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü olsa da, amma təşkilatın işində çox fəal, tam hüquqlu üzv kimi iştirak edir. Və o cümlədən Şimali Kipr Türk Respublikası da bu təşkilatın üzvüdür və müşahidəçi qismindədir, amma bütün dövlət başçıları ilə birlikdə eyni zamanda bütün görüşlərdə təmsil olunur. Bəli, yer gəlmişkən Qəbələdə də Ersin Tatar bu dəfəki dövlət başçılarının görüşü Qəbələdədir. Siz də qeyd etdiyiniz kimi Özbəkistandan sonra ardıcıl olaraq bu görüşlər Azərbaycanda keçirilir və çünki əslində Türk dünyasının bir araya gəlməsinin mərkəzi cazibə qüvvəsi Azərbaycandır və uzun müddət Azərbaycanda Qarabağ probleminin mövcud olması bu cazibəni kifayət qədər azaltmışdı və yaxud onun güclü olmasına şərait yaratmırdı, imkan yaratmırdı. Məhz Vətən müharibəsindən sonra, Qarabağ torpaqları işğaldan azad olunduqdan sonra Türk dövlətləri arasında inteqrasiya prosesləri daha güclü dərinləşməyə və inkişaf etməyə başladı və bu görüşlər də
bu inteqrasiya proseslərinə daha çox təkan vermək, sürətləndirmək məqsədi daşıyır. Cavanşir müəllim, biz Azərbaycanın bu prosesdəki missiyasından danışdıq, amma bu istiqaməti biraz genişləndirmək istəyirəm. Çünki sizin sözünüzə qüvvət, Türk birliyinin sanki yaranmasını istəmirdilər, buna mane olmağa çalışırdılar. Amma Azərbaycan lideri İlham Əliyev, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyip Ərdoğan bu missiyanın önündə getdi deyə bilərik. Və xatırlayırsınızsa belə bir cümləsi var idi Ərdoğanın ki, dünya 5-dən böyükdür. Biz artıq sübut etmişikmi ki, keçirilən bax bu tədbirlərlə, növbəti Qəbələ tədbiri ilə ki, bəli, həqiqətən də dünya 5-dən böyükdür. Türk Dövlətlər Təşkilatının fəaliyyəti ilə biz birinci növbədə onu sübut etmişik ki, dünya birliyində Türk sivilizasiyası deyilən bir anlayış var, bir məhvum var və bunu dünya qəbul etməlidir. Çünki əslində tarixə baxmış olsaq, orta əsrlərdən üzü bu yana dünya sivilizasiyasında ən mühüm, ən böyük rol oynamış xalqlardan biri türklər olub. Və sonraki əsrlərdə Avropanın inkişaf, sənaye inkişafı baxımından önə keçməsi Türk sivilizasiyasını qlobal siyasi səhnədən uzaqlaşdırıb. Biz indi öz itirdiyimiz mövqeyi, öz itirdiyimiz yeri bərpa etməyə çalışırıq. Və bunun üçün Türk dövlətlərinin, Türk xalqlarının birliyinə, güclü birliyinə ehtiyac var. Və bu baxımdan Türk Dövlətlər Təşkilatının fəaliyyəti bizi dünya birliyində təmsil edən beynəlxalq təşkilat kimi çox vacib bir təşkilatdır. Digər tərəfdən, baxın, Türk dövlətlərinin birləşməsini və yaxud yaxınlaşmasını istəməyən qüvvələr ola bilər. Bu, beynəlxalq siyasi arenadakı rəqabətdən irəli gəlir. Ancaq biz də dövlət olaraq, müstəqil dövlətlər olaraq biz də bu rəqabətin içindəyik. Ona görə bu rəqabəti qazanmaq üçün biz birləşməliyik və daha güclü olmalıyıq. Bu günlərdə bir neçə gün bundan əvvəl Amerika Konqresində çox maraqlı bir dinləmə keçirilmişdi Beynəlxalq Əlaqələr Komitəsində. Qara Dəniz hövzəsinin əhəmiyyəti barəsində. Əslində bu dinləmələrdən də görünür, orada səsləndirilən bəyanatlardan da görünür ki, Amerika Birləşmiş Ştatlarında artıq siyasətçilər Cənubi Qafqaz və Mərkəzi Asiya regionunun əhəmiyyətini kifayət qədər yaxşı anlayırlar və onlar bu regionların, yəni Cənubi Qafqaz və Mərkəzi Asiyanın Çindən və Rusiyadan asıllığının azalmasına yönəlmiş addımlar atmağa çağırırlar öz hökumətlərini. Amma bu ərazini Amerikanlar Qara Dəniz hövzəsi adlandırırlar. Bu da onunla çox güman ki, bağlıdır ki, Xəzər dənizi əslində göldü, dəniz deyil və Qara Dəniz, həm də Qara Dəniz məfhumunu önə gətirməklə bu ərazilərin Avropaya yaxınlığını həm siyasi baxış nöqteyi nəzərindən, həm iqtisadi inteqrasiya prosesləri baxımından bunun Avropaya yaxınlığını, yəni Amerikanın müttəfiqi olan Avropa Birliyinə yaxınlığını vurğulamaq istəyirlər. Amma əslində onlar Qara Dəniz hövzəsi ölkələri deyəndə və altında Cənubi Qafqaz ölkələri və Mərkəzi Asiya ölkələrinin adını çəkəndə bu elə bizim Türk geopolitik regionundan söhbət gedir. Yəni biz görürük ki, hətta bu günlərin özündə Cənubi Qafqaz və Mərkəzi Asiyaya, yəni Türk dövlətlərinin yerləşdiyi əraziyə maraq çox yüksəkdir. Və Amerika Prezidenti Donald Trump'ın Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsindəki rolu və Rusiya-Ukrayna müharibəsi nəticəsində Amerika Birləşmiş Ştatları ilə Rusiya arasındakı münasibətlərin bugünkü durumu, eləcə də Amerika-Çin rəqabəti bu rəqabət çox kəskin bir fazaya daxil olub və bu bütün ətrafımızda formalaşan qlobal siyasi mühit onu tələb edir ki, Amerika Birləşmiş Ştatları kimi güclü bir güc mərkəzi, qüdrətli bir güc mərkəzi bu regionun maraqlarını müdafiə etsin. Və bu baxımdan da Türk dövlətləri üçün indi ən əlverişli məqamdır, ən əlverişli tarixi bir zamandır ki, biz Türk dövlətləri arasında inteqrasiya proseslərini sürətli şəkildə irəli aparaq. Və bunun üçün də Qəbələdə də bu məsələlər müzakirə olunacaq. Türk dövlətləri arasında iqtisadi inteqrasiyanın bugünkü durumu və iqtisadi yaxınlaşma üçün, iqtisadi əlaqələrin güclənməsi üçün nələr etmək lazımdır, bunlar müzakirə olunacaq. Bütün Türk geopolitik regionu boyunca keçəcək orta dəhlizin
reallaşması üçün hansı türk dövləti hansı layihələri həyata keçirməlidir və yaxud hansı ortaq layihələr əsasında biz çalışmalıyıq. Ortaq investisiya layihələri müzakirə olunacaq və bütün bunlarla yanaşı əlbəttə ortaq mədəniyyətimiz, ortaq humanitar əlaqələrimiz, bütün bunlar dövlət başçılarının görüşündə müzakirə predmeti olacaq. Cavanşir müəllim, düzdür, reallıqlar dəyişir, dünya dəyişir, sivilizasiya dəyişir və artıq türkləri birləşdirən yəqin ki, dəyərlər də dəyişir. Bəli, əvvəl tarixə nəzər yetirəndə müəyyən xalqları necəsə xatırlayırlar. Misal üçün, daha doğrusu türkləri döyüşkən, savaş aparan bir xalq kimi xatırlayırdılar, amma mən bunu biraz başqa cür qiymətləndirərdim. Yəqin ki, ədalətin bərpası üçün savaşan bir, yəni sülh üçün müharibə aparan bir xalq olaraq xatırlayırlar. Amma hazırda türkləri nə birləşdirir? Elə bax, bu sammiti də götürsək, bu birliyi də götürsək, biz artıq yeni bir mərhələdəyikmi? İstərdim, bax, bunu şərh edək. Artıq türk dövlətlərini bir araya gətirən ümumi məqsəd nələrdən ibarətdir? Burada bir neçə istiqamət var çünki. Türkləri bir araya gətirən əslində bizim tarixi ortaq köklərimizdir, genetik köklərimizdir, genetik bağlılığımızdır ilk növbədə. Digər tərəfdən bizim bütün 3000 illik tariximizdir. Avrasiya boyunca türklərin yayılması prosesi, bütün türk xalqları bu prosesdə iştirak edib. Yəni, türk xalqları arasında ərazi böyüdükcə türk xalqları arasında diferensiyasiya prosesləri gedib. Onların dil ləhcələrində dəyişikliklər baş verib. Müxtəlif iqlim zonalarında yaşadıkları üçün iqlim təsirləri nəticəsində antropoloji dəyişmələrə məruz qalıb. Amma bununla belə ortaq türk mədəniyyəti həmişə qorunub saxlanılıb. İndi hal-hazırda Altaylardan Balkanlara qədər türklərin yaşadığı bütün ərazilərdə demək olar ki, bütün anlayışlar, məhfumlar demək olar ki, eyni sözlə ifadə olunur. Çox az miqdarda bu yüzillər ərzində və hətta min illər ərzində deyərdim, çox az miqdarda bir dəyişikliklər var. Hətta Dədə Qorqudun yazıldığı dillə bugünkü türk dillərini müqayisə edəndə aradan 11-12 əsr keçib. Buna baxmayaraq hələ də çox sözlər bizim leksikamızda... Bəli, hətta sizə daha artığını deyərdim ki, Azərbaycan türkçəsinə yaxın sözlərdən istifadə olunur. Bəli. Misal üçün, Suriyada da həmin sözlər 10 əsr, 11 əsr bundan əvvəl işlədilən sözlər hələ də bizim leksikamızda qalmaqda və fəal şəkildə istifadədə qalır. Bütün bunlarla yanaşı dünyada siyasi sistemlər dəyişir. Baxın, indi min il ərzində görün nə qədər dövlət quruluşları mövcud olub, dağılıb, imperiyalar olub, dağılıb və indi müstəqil dövlətlərin söz sahibi olduğu bir zamanda yaşayırıq. Və bu müstəqil dövlətlərin də dünya miqyasında, rəqabət meydanında davamlı olması üçün, rəqabətə tab gətirməsi üçün öz aralarında sivilizasiya mənsubluğu əsasında birləşməsinə ehtiyac var. Biz Avropa Birliyinin timsalında eyni sivilizasiyaya məxsus xalqların yaratdığı dövlətlərin birliyini görürük. Və görürük ki, bu model Sovet İttifaqından, məsələn 30 il bundan əvvələ qədər mövcud olmuş Sovet İttifaqından daha təkmil, daha mükəmməl bir birlik formasıdır. Və buradan da çıxış edərək, üstəlik özümüzün tarixi, genetikamızı, tariximizi, mədəniyyətimizi də rəhbər tutaraq türk xalqları arasında birləşməyin zəruri olduğu qənaətinə gəlirik. Çünki beynəlxalq qloballaşma prosesləri sürətləndikcə beynəlxalq rəqabət də güclənir və bu rəqabətə ayrılıqda hər bir dövlət ayrılıqda tab gətirə bilməz və o mütləq hansısa güc mərkəzinin təsiri altına düşə bilər. Və bütün bunlardan çıxış edərək heç bir türk dövlətinin, heç bir güc mərkəzinin təsiri altına düşməməsi üçün türk dövlətləri özləri öz aralarında inteqrasiya proseslərini başlatmalıdır, sürətlə aparmalıdır və inteqrasiya olunmalıdır. İnteqrasiya olunmaq nə deməkdir? Türk ərazisində, bayaq dediyimiz kimi Altaylardan Balkanlara qədər olan çox böyük bir ərazidə, bunu Avrasiyanın özəyi də adlandırırlar. Avrasiyanın özəyində vahid iqtisadi məkan yaradılmalıdır ilk növbədə. Vahid iqtisadi məkan nə deməkdir? Yəni, bu məkan ərazisində yerləşən dövlətlər hamısı, bunların da böyük əksəriyyəti türk dövlətləridir. Arada Ermənistan və Gürcüstan var, türk geopolitik regionunun içində.
və əminəm ki, bir gün onlar da Türk Dövləti Birliyinin üzvləri olacaqlar. Amma əsasən Türk dövlətləri miqyasında vahid iqtisadi regionun yaradılması, bu dövlətlər arasında vergilərin optimallaşdırılması, nəqliyyat kommunikasiya xətlərinin işlək olması, maneəsiz işləməsi, bu kimi qanunlar qəbul olunaraq vahid iqtisadi məkanın yaranması ilə bərabər eyni zamanda bu dövlətlərin beynəlxalq arenada, məsələn BMT-də və ya digər beynəlxalq təşkilatlarda vahid siyasi mövqedən çıxış etməsinə ehtiyac var. Və bu iki proses paralel getməlidir. Üçüncü proses mədəni inteqrasiyadır. O sözsüz ki, mədəni inteqrasiya sadəcə xalqların özləri tərəfindən, hətta dövlətlər xüsusi bir səy göstərmədən belə bu baş verir. Çünki insanlar bir-birinə qohumdular, bu ərazidə yaşayan bütün insanlar. Ona görə onlar arasında inteqrasiya prosesi təbii şəkildə baş verir. Amma iqtisadi və siyasi inteqrasiya prosesləri dövlətlər tərəfindən idarə olunmalıdır. Və Türk dövlətləri başçılarının görüşü də məhz bu məqsədə xidmət edir. İqtisadi və siyasi inteqrasiya proseslərini proqramlaşdırmaq, onların həyata keçirilməsi üçün lazımi layihələri işləyib hazırlamaq və həyata keçirmək və nəticədə Türk dövlətlərinin vahid siyasi platformaya malik olan bir birlik şəklində dünya birliyində təmsil etmək. Can Şiməm, çox sağ olun, təşəkkür edirik. Studiyamıza gəldiniz, suallarımızı cavablandırdınız və bu nüfuzlu tədbirə ev sahibliyi etmək həqiqətən də qürur vericidir. Sabah mütləq ki, bu platformadan səslənəcək mesajları eşidəcək. Bir daha çox sağ olun və vurğulayım ki, studiyada qonağım millət vəkili Cavanşir Feyziyev idi. Biz onunla birlikdə Türk Dövlətləri Təşkilatının növbəti görüşündən, Qəbələdə keçiriləcək görüşündən danışdıq və Prezident İlham Əliyev inaugurasiya mərasimində çox maraqlı cümlə qurmuşdu. Yəqin ki, bu cümlə elə növbəti siyasi rakursumuzu belirləyən bir cümlə oldu ki, bizim ailəmiz Türk ailəsidir, bizim başqa ailəmiz yoxdur. Və bugünə çatdıracağımız informasiyalar bunlardan ibarət idi. Sabah görüşərik, hələlik.